Bugün en sevdiğim şirniyyatlardan olan İrəvan kətəsini hazırladım. Çox dadlı alındım. Gəlin başlayaq. Əvvəlcə qabın içərisinə un və soyuducudan çıxartdığım kərə yağını doğrayıram, əlimdə umaçalına salıram. Daha sonra üzərinə vanil və qabartma tozu əlavə edirəm, qarışdırıram. Ən sonda isə yumurta və qatıq əlavə edirəm, yumuşaq, əlimizə biraz yapışan xəmir yoğururam. Xəmirimi salafana qoyuram, soyuducuda saxlayıram. Mən axşamdan edirəm, səhərsi gün isə bişirirəm, çox dadlı alınır. Qatıq əvəzinə siz xamad əlavə edə bilərsiniz, amma inanın ki, heç bir fərqi yoxdur. Mən həmişə qatıqlı edirəm və çox dadlı alınır. Bir də ki, ən vacib cəhət unun miqdarıdır. Unun miqdarını postun altında paylaşacağım. Əlavə un əlavə etməyin. Çünki unun miqdarını artırsanız bu zaman kətlərimiz bişdiyi zaman bərk alınacaqdır. Biraz əlimizi yapışa bilər, narahat olmayın bundan. İndi isə içliyimizi hazırlayaq. İçlik üçün qabın içərisinə un, şəkər tozu, vanil və ərimiş kərə yağı əlavə etdim. Əlimdə umaçalına saldım. Siz ərimiş kərə yağı əvəzinə adi kərə yağı da əlavə edə bilərsiniz. Çox dadlı alınır, amma ərimiş kərə yağı da daha dadlı olur. Artıq xəmirimiz də hazırdır, içliyimiz də hazırdır. İndi isə başlayaq bişirməyə. Əvvəlcədən soyuducudan çıxartdığım xəmirim kündələrə bölürəm. Hər kündəni ayrı-ayrılıqda yayıram. Çalışın bir kündəni yaydığınız zaman qalan kündələri soyuducuda saxlayın ki, xəmirimiz əriməsin. Daha sonra kündəni yayıram. Üzərinə yumurta ağı çəkirəm və içlikdən tökürəm. Hər tərəfinə yayıram. Əlimlə üzərindən basıram ki, tam xəmirə yapışsın. Sonra rulet formasında bükürəm. Üzərinə yumurta sarısı çəkə bilərsiniz və yaxud da ki, doğrayadıqdan sonra da çəkə bilərsiniz, fərq etməz. Mən yumurta sarısına biraz sarı kök də əlavə edirəm, onda rəngi daha gözəl olur. Daha sonra doğrayıram və kətə kəsən bıçaqla doğrayıram və soba listinə düzürəm. Sobada 180 dərəcədə bişirirəm. Çalışın, nəzarət edin ki, kətələriniz bişdiyi zaman yanmasın, qurumasın. Sobadan sobaya fərq etdiyinə görə buna nəzarət edin. Tam soyduqdan sonra artıq servis edirəm. Çox dadlı şirniyyatlardan biridir. Həm milli şirniyyatımızdır, həm qonaq süfrələrində, həm adi günlərdə bişirə biləcəyiniz şirniyyatlardan sayılır. Dadı, görüntüsü çox möhtəşəm alınır. Uşaqlıq, sən bizdən uzaq düşdün artıq. Desən yellər apardı, yaz soyuq əllər apardı. Sən ey uşaqlıq, sən bizdən uzaq düşdün artıq. Desən yellər apardı, yaz soyuq əllər apardı. Öz qoynuna aldı bizi bu buruqlar şəhəri, yarıb öldük tikəmizi, gözlədik al səhəri, gözlədik al səhəri.